bugün düşünürlər ki, mən gedib, çünki xanım İsmail qızı durub 300 manata mahnı verməyəcək, versə ya havay verəcək, ya da versə onun öz qiyməti vardır. İnciki Vagif Gərayzadənin həmşirliyi ən bahalı bəstəkar, çünki 2 ildir bir daha mahnı yazar deyə yazmazdı. Deyirəm, mən ona görə o mahnını verim ki, nə olsun, əsər oxumuşam, amma ondan pul qazanmayacağız, ondan sonra gəmiyim 300 manat verim, sonra 100 manat verim, halallığını alım birindən, oxuyum və salam. Nə düşünürsən? Elə ifalar var ki, elə bəstələr var ki, daha doğrusu. O təqdim olunur ifaçıya. Təbii bir ifaçı əgər musiqini sevəndirsə, o bəstəni götürüb ifa eləyəcək. Amma ifaçı da bilməlidir ki, bu mahnı mənim repertuarıma uyğundur, yoxsa yox. Mən həmişə fikirləşirəm ki, elə xanım ananın özü də demişəm ki, xanım ana, bir neçə mahnı biz oturduq. Xanım ana? Bəli, xanım ana deyirəm onu. Canım anam, 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 xanım anam, anam, sən dedi, ay xanım anam, sən üçün oxuyublar, qırğı gedir bağın üstündə, canım anam. Bir neçə mahnıya baxdıq, amma mən bu mahnını eşidəndə dedim ki, mən bu mahnını nəsə qata bilərəm. Məsələn, Apar yanına mahnısı. Bu mahnını ifa elədim, şükürlər olsun ki, bu da uğurlu oldu. Və ifaçı da mahnı seçəndə bilməlidir ki, öz doğrudan da o Kazımcan düzgün elədi, yəni vurğuladı ki, əyninədir və yaxud da repertuarına uyğundurmu? Yəni hərənin bir bəlli bir repertuarı var və sevənləri var və ifa elədiyi yerlər var. Məsələn, Apar yanınanı mən gedib hər hansı bir başqa bir məclisdə oxusam, orada onu başa düşməyə bilərlər, başa düşəcəklər. Yəni o qədər də uğurlu olmaya bilər. Amma sən improvizə eləməyi xoşlayırsan. Sevdər Əkbərzadə ilə Lahiyan var. Yəni bu bizim dostumuz Seva Sultan salamlayır. Seva mənim ürəyimdir. Ən böyük tədbirlərdə biz məsləhətləşirik. Baxmayaraq ki, mən də illərini edirəm. Bax, Sevdər Əkbərzadə kapriz müğənnisidir. Yəni hər adamdan oxumaz, hər adam bəyənməz, hər efirə gəlməz. Məndən də küsüb, amma Sevdər xanım çox gözəl sənətkardır. Nə etmək istəyirəm? Kapriz müğənnilərlə fəaliyyət işləmək məsələn, Aygün Kazımov kaprizlidir. Yəni o oxuyar, Kazımcan Usta deyə bilməz ki, sən orada demirsən ki, misal üçün də, orada elə bir söz var ki, misal üçün Aygün xanım onu birdən-birə özünkiləşdirə bilərdi. Deyər, mənim dilimə belə yatır da, misal üçün, mən burada bunu deməliyəm. Onu demək olmazsa, yoxsa protokolunu belə oxudu, onda ürək olmayacaq orada. Amma müğənni var, görün, mütləq oxuturarsan gərək mahnını. Əzizim, artist, o zaman artist olur ki, o mahnını özünkiləşdirir, öz tərzinə salır. Yəni bilirsən ki, bunu Aygün xanım oxuyub. Bəli. Yəni bu o demək deyil ki, not belə yazıb, okey, notla təbii ki, mən razıyam, amma onların təbii ki, zamanla bəlkə bizdə də yaranacaq o, bilmirəm. Onların haqqı var. Onların haqqı var ki, hər hansı bir belə deyək də, mən tutaq ki, deyir sizə kapriz məsələsi. Mən o insanlarla işbirliyi quramsa, onların kaprizlərinə dözməliyəm.